Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün yenə turşu hazırlayacağım. Bəli, turşularımız bitmək bilmir. Mövsümü olan heyvadan turşu hazırlayacağım. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun, izləyin. İlk öncə gördüyünüz kimi heyvaları yuyuram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Heyvaları yudum və bunları doğrayıram. Bəli, heyva bərk olduğu üçün görürsünüz, biraz sərtdir doğranması da. İçərisini təmizləyirəm. Və istədiyiniz formada doğraya bilərsiniz. Mən bu qaydada doğrayıram. Bu formada bıçaqla doğrayıram ki, görüntüsü daha gözəl görünsün. Bunları doğrayıb suyun içərisinə əlavə edəcəm. Rəngi qaralmasın deyə. İçərisinin sərt yerini kəsirəm ki, yumuşaq qalsın. Heyvalarımızı doğradım və bunların suyunu atıram. Keçirik bankalarımıza yığmağa. Bankalarımıza ilk öncə nanə əlavə edirəm. Bəli, turşularımın olmazsa olmazıdır nanə. Siz əgər nanəni sevmirsinizsə, əlavə etməyə də bilərsiniz. Hər bankamıza bir balaca kiçik diş sarımsaq əlavə etdim və qara dənəvər istiot əlavə etdim. Və heyvaları gördüyünüz qaydada bankalara doldururam. Üç ədəd bankanı doldurdum və hər bankamıza bir yemək qaşığı siləmə giləmərzə qurusu əlavə edirəm. Giləmərzə qurusu da bilirsiniz, çox dadlı eləyir turşuları. Və üzərinə qaynanmış su əlavə edirəm. Qaynanmış su əlavə edib bunları su soyana qədər qapağını bağlayıb saxlayıram. Su soyandan sonra bunların suyunu qazana boşaldıram. Görürsünüz, suyu artıq soyuyub. Bunu qazana boşaldıram. Bankalarım 700 qramlıqdır. Suyunu boşaltdım qazana və qazanımıza 2 yemək qaşığı duz əlavə edirəm. 1 yemək qaşığı şəkər tozu əlavə edirəm.
3-700 qramlıq bankaya nəzərə alıb bunları əlavə edirəm. Və bir balaca armudu stəkan üzüm sirkəsi əlavə edirəm. Üzüm sirkəsi özüm hazırladığım sirkədir, tam təbii sirkədir. Və bu suyu yenə də qaynadıram. Qaynadıb bankalara dolduracam. Burada bankalara doldurduğumu çəkməmişəm. Unutmuşam çəkməyi. Gördüyünüz kimi artıq bankalara doldurmuşam. Qapaqlarını bərk-bərk sıxıram. Artıq turşumuz deyərdim ki, hazırdır dəyərli izləyicilərimiz. Bu da bizim qışa hazırlığımız hazır oldu. Heyva turşumuz hazır oldu dəyərli izləyicilərimiz. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun. Allah əmanət olun.